Salam hörmətli izləyicilər, həftəlik gömrük xəbərləri ilə qarşınızdayıq. Cenevre şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının nəqliyyatla bağlı gömrük məsələləri üzrə qlobal forumunun 171-ci və BED Konvensiyasının İnzibati Şurasının 87-ci sessiyaları keçirilib. Sessiyalar çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin gömrük xidməti rəhbərlərinin növbətənkənar iclası da təşkil olunub. Tədbirlərdə Dövlət Gömrük Komitəsinin sədri Gömrük Xidməti General Polkovniki Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. Astana şəhərində Ümumdünya Gömrük Təşkilatı və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə layihəsi çərçivəsində malların buraxılış vaxtının ölçülməsi proqramının ikinci sessiyası keçirilib. Azərbaycan Gömrük Xidməti nümayəndələrinin də iştirak etdiyi tədbirin əsas məqsədi iştirakçı ölkələrin TERES metodologiyasının tətbiqi sahəsində bilik və bacarıqlarının gücləndirilməsi, bu istiqamətdə milli təcrübələrin paylaşılması və regional əməkdaşlığın inkişaf etdirilməsi olub. Poçt və Ekspres Daşımalar Gömrük Postunda xarici ticarət iştirakçıları ilə növbəti görüş keçirilib. Görüşdə biznes nümayəndələri gömrük xidməti tərəfindən həyata keçirilən layihələr, eyni zamanda gömrük bəyannamələrinin doldurulması qaydalarına dair məlumatlandırılıb. Tovuz Gömrük İdarəsinin təşəbbüsü ilə Şəmkir Aqropark Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. Görüş zamanı gömrük sistemində aparılan təkmilləşdirilmələr, istifadəyə verilən alətlər barədə məlumat verilib, eləcə də ixal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Pekin-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan və selofan torbadan gömrük orqanlarına bəyan edilməyən 27 ədəd müxtəlif markalı xəzdəri məmulatları aşkar edilib. Həftəlik icmalımız bununla yekunlaşır. Diqqətiniz üçün təşəkkür edirik.